Salam dəyərli şagirdlər, xoş gördük sizləri. Bu gün sizlərə A və Ə saitlərinin ifadə üsullarını izah eləyəcəm. Bildiyimiz kimi A saiti özünün yerinə görə A səsini, Ə isə Ə səsini ifadə eləyir. Məsələn, baba, ana sözlərindəki kimi A səsini, nənə sözündəki kimi Ə səsini ifadə eləyə bilir. Ə hərfi. Lakin bu saitlərimiz yerinə görə bir-birinin əslində əksi olaraq da işlənirlər. Məsələn, A qalındır, Ə incədir. A açıq saitdir, Ə də açıq saitdir. Lakin yerinə görə A saiti həm U səsini, həm də I səsini ifadə eləyə bilir. Ə saiti isə bunların əksi olaraq Ü səsini və İ səsini də ifadə eləyə bilir. Yəni, açıq sait qapalı saitə keçir. Məsələn, bir var yazıram. Oynayır. Olacaqdı tələffüzdə necə deyirik? Oynuyur. Buradakı ikinci hecədəki A saitimiz qapalı U saitinə keçdi. Bir var deyirəm. Ağlayır. Tələffüzdə olur. Ağlayır. Demək ki, həm də bizim ikinci hecədəki A saitimiz I saitinə keçdi. Daha sonra Ə saiti ilə yazılan sözlərimizdən biri, məsələn, əgər görsək testdə gözləyir, tələffüzdə neyniyəcək? Açıq sait qapalıya keçəcək. İkinci hecədəki Ə saitimiz olacaq gözdüyür formasında. Gözdüyür. Daha sonra izləyir yazılacaq. Tələffüzdə necə olacaq? İzləyir. Demək ki, şagirdlər, gördüyümüz kimi A saiti həm A səsini, həm U, həm də I səslərini ifadə elədi. Əsasən belə də bir qaydamız var ki, adətən Y samitindən öncə gələn açıq saitlərimiz qapalı saitə keçir demişdik. Demək ki, buradakı A saiti yerinə görə həm U kimi, həm də I kimi tələffüz olundu. İkinci Ə hərfinə aid olan burada gözləyir sözündəki Ə saitimiz isə keçdi Ü saitinə, izləyir sözündəki isə İ saitinə. Demək ki, yerinə görə Ə də həm Ü, həm də İ səslərini ifadə eləyə bilir. Qaydamız bu qədər.